Salamlar. Bəsit kimya dərslərimizə xoş gəlmisiniz. Bugünkü mövzumuzun adı maddə miqdarı, mol, Avogadro qanunu və s. Ümumiyyətlə, dil testini işləyəndə biz nə etməliyik? Maddə miqdarı, Avogadro qanunu. Ümumiyyətlə, nədən söhbət gedir? Maddə miqdarı mol anlayışıdır və birlə ifadə olunur. Məsələn, 1 moldan söhbət gedirsə, 1 mol. 1 mol ümumiyyətlə neçə həcm verir? Ümumiyyətlə nə qədər həcmdir? Normal şəraitdən söhbət gedirsə 22,4 litrə bərabərdir. Və yaxud belə qeyd edək. 1 mol 22,4 litrdir. Okey. Bəs Avogadro ədədi nə qədərdir? 1 moldan söhbət gedirsə bu da bərabərdir. 6,2 vurulsun 10 üstü 23-ə. Bəzən sual yaranır. Ay müəllim, sadəcə bunları verməklə biz o qədər test işləyə biləcəyik. Bəli. Sadəcə diqqət yetirməli olduğunuz məqamlar var. Bu məqamlar hansılardır? Məsələn, sıxlıq. Sıxlığın üstü nədir? M bölünsün V. Həm fizikadan bilirik, həm də kimyanın ilk anlayışlar mövzusundan keçmişik. Və yaxud da gəlir maddənin kütləsi, molyar kütlə anlayışı. Molyar kütlə nədir? Məsələn, hər hansı bir element verir. X2, Y. Və sizə deyir ki, bunun molyar kütləsini tapın. Kütlə necə tapılır? Onun sayının həmin maddənin kütləsinə hasili üzərinə gəlsin digər maddənin kütləsi. Məsələn, biz bura qeyd edək suyu. Hidrogenin sayı 2. 2-ni vururuq hidrogenin kütləsi olan 1-ə və üzərinə gəlirik oksigenin kütləsini 16-nı və onu da 1-ə vuraraq. Niyə? Ətəyində heç bir rəqəm, yəni indeksində heç bir rəqəm verilməməsi o demək deyil ki, o elə sadəcə olaraq qalır. Amma lakin biz burada deyirik ki, 1-ə hasil olduğuna görə olduğu kimi qeyd olunur və suyun kütləsi biz tapırıq 18. Sonra deyilir, biz burada nəyə diqqət yetirməliyik? Diqqət yetirməliyik reaksiyalara. Bəs ay müəllim, biz oturub reaksiyaları əzbərləməliyik? Yox. Reaksiyaları əzbərləməyə ehtiyac yoxdur. Axtarış bildiyimiz kimi hal-hazırda internet dünyasıdır və internetdən istifadə edirik. Hər yer internetdir. Bəs internetlə biz necə faydalı istifadə edə bilərik? Məsələn, biz sizə hər hansı bir filmi deyədikdə, həmin filmi gedirsiniz, Google-da axtarışa verirsiniz. Eynisini də gəlib burada kimyada tətbiq edək. Məsələn, suyun əmələ gəlmə reaksiyasını mən H2 üzərinə gəl O2 kimi Google-da axtarış yerinə versəm və axtarış nəticəsində yazılır. H2 üstəgəl 2H2 üstəgəl O2 reaksiya nəticəsində alınır 2H2O və reaksiyanın axtarış nəticəsi olaraq sənə ümumilikdə bütün reaksiyanı verəcək. Bu təkcə suya aid deyil, həm də digər reaksiyalara da aiddir. Onda sual yaranacaq ki, mənim artıq yetərlidə də biz oturub bu məlumatlarla testləri işləyə bilərik. Bəli. Amma ilk növbədə gəlin suallara baxaq. Çünki bizdə qalanlıq qalan heç bir məqam olmasını da istəmirəm. Gəlin baxaq 41-ci suala. Nə deyir burada? Bir qab verib, tərkibində oksigen qazı var. Həmin oksigen qazının üzərinə hidrogen qazı əlavə olunub və müəyyən bir reaksiya gedib. Reaksiyadan sonra yerdə qalıb 40 milli oksigen. Bizə deyir, qaz qarışığındakı oksigenin mol payını tapın. Mən az əvvəl nə dedim? 1 molun həm də litrə bərabərdir. 22,4 litr deməkdir. Və burada milli ilə gedibsə, biz ona əsasən həll eləyə görək. İlk növbədə reaksiyamız. Nə eləmişdik? H2 üzərinə gəlsin O2, reaksiya nəticəsində alındı. H2O. Əmsallaşdırdıq. Bu qədər bəsit. İndi bizə nə lazımdır? Neçə milli hidrogenlə reaksiya daxil olur? 40 milli. Biz qeyd edirik 40 milliyə. Nə qədər oksigen lazımdır? Bilmirəm axı. Amma 2 mol olanda nə qədər oksigen lazımdır? Qarşısında rəqəm yoxdursa biz onu 1 kimi göstəririk. Bu zaman tənasübümüz yaranır. Yəni 2-də 1-dirsə 40-da X şəklində.
O zaman x neye beraber olacaktır? 40 bölünsün 2'ye ve cevabımız edir 20. Deməli, bizim oksigenin reaksiyaya daxil olan miqdarı 20 millidir. 20 milli oksigen daxil olur. Və 20 milli daxil olsa da əvvəldən də nə qədər artıq qalıb? 40 milli. O zaman ümumilikdə qarışıqda nə qədər qaz var idi? 40 milli hidrogen, 60 milli də oksigen. Cəmi eləyir 100 milli. Bu 100 millini tapdıq. İndi 100 milliyə əsasən oksigenin mol payını tapmalıyıq. 100 milli 100%dirsə, oksigen nə qədər oldu? 20 üzərinə gəlsin 40. Bizə nəyi verir? 60'ı. O zaman 60'da nə qədər olar? X bərabərdir. X-lə işarə eləməyək, çaşmamaqdan ötürü. Deyək Y. Y bərabərdir. 100%lər ixtisar getdiyi halda deməli, oksigenin mol payı burada 60%dir. Cavabımız da olur 60. Sonra keçək növbəti sualımıza. Görək növbəti sual da bizə nə deyir? Deyir dəm qazıdır və karbon qazıdır. Tam yanma məhsul nəticəsində əmələ gəlib karbon qazı. Deyir ki, qarışıqdakı oksigen atomlarının sayı 1,6 dəfə artarsa, o zaman ilkin qarışıqda CO2-nin mol payını hesablayın. Gəlin baxaq. Dəm qazı və karbon qazı. Bilirik ki, karbon qazı oksigenlə reaksiyaya daxil olmur. Hardan bilirik? Gündəlik həyatımızdan. Yanğın söndürülməsində istifadə olunan köpük bizim bildiyimiz karbon qazıdır. O zaman nəyə diqqət yetiririk? Deməli, yanan maddə bizim olur dəm qazımız. Dəm qazı oksigende yananda əmələ gəlir karbon qazı. Əmsallaşdırarkən karbon qazının qarşısına 2, bir də dəm qazının qarşısına 2. Əmsal nəticəsində diqqət yetiririk. Atomlarımız bir-birinə bərabər olur. Daha sonra getdik. Nə deyir? Əvvəl. Reaksiyadan tamamilə əvvəl. Bizim nə qədər atomumuz var idi? Yəni, dəm qazı və karbon qazı. Eyni mol miqdarda verməyibsə, birinə K, birinə də Y desəm, deməli, K üzərinə gəlsin 2Y qədər bizim var idi. Nəyimiz? Bizim var idi oksigenimiz. Çünki sifdə oksigen atomlarından söhbət gedir. Reaksiyadan sonra, məsələn, K qram dəm qazı, K mol reaksiyaya daxil oldu. Və K mol da CO2 əmələ gələcəkdir. K mol CO2 əmələ gəlirsə və reaksiyadan əvvəl də bizim Y CO2'miz varsa, o zaman yazarıq. Reaksiyadan sonra nə qədər əmələ gəldi? 2K üzərinə gəlsin 2Y sayda oldu nə? Oksigen atomlarımızın sayı. O zaman baxırıq reaksiyamızın şərtinə. Məsələmizin şərtinə. Oksigen atomlarının sayı 1,6 dəfə artarsa. Deməli, bu birləşmənin əvvəldən olan K üstə gəlsin 2Y. Nisbəti bizə verir 1,6'nı. O zaman gəlin həll edək. 2K üzərinə gəlsin 2Y. Reaksiya nəticəsində alınır. 1,6K üzərinə gəlsin 3,2Y. O zaman gəlin həll eləyək. Nə olur? 0,4K bərabər olur nəyə? 1,2Y. Və biz buradan ixtisar edə bilərik. K'mız bərabər oldu 3Y. Biz riyaziyyat dərslərindən uyğunlaşdırmağa keçmişik ki, nə idi qaydamız? Hasil nəticəsində, yəni vurulanların yerini dəyişdikdə hasil dəyişirdik? Yox. O zaman K'mızın qiyməti 3, Y-imizin qiyməti isə 1 eləyir. K'mız 3, burada bir də səhv yazdım. K'mızın qiyməti 3, Y-imizin qiyməti isə 1 eləyir. O zaman diqqət yetirək. Nəyə? Bizdən nəyi istəyir?